Müasir andrologiyanın qarşısında duran ən vacib problemlərdən biri yetişməkdə olan oğlan uşaqlarının inkişafdakı müəyyən problemlər və oradakı ləngimələrdir. İki qrupa bölmək olur. Bir anadan gəlmə müəyyən genetik xəstəliklərin fonunda əmələ gələn cinsiyyət orqanlarının inkişafı və cinsi inkişafın ləngiməsi, məsələn, Klinefelter sindromudur, Del Castillo sindromu və s. Digəri isə 3 qrupa bölünür. Birinci, əsas ən vacib onlardan biri somatogen fiziki inkişafın ləngiməsi ilə bərabər gedən bu dəyişikliklərdir. Bu qrupa belədir ki, burada həm cinsiyyət orqanlarının inkişafında ləngimə gedir oğlan uşaqlarında, həm fiziki inkişafında ləngimə gedir. Məlumdur ki, 11 yaşından başlayaraq oğlan uşaqlarında ilkin olaraq xayaların inkişafı başlayır. 12 yaşında cinsiyyət orqanlarının inkişafı başlayır. Yəni, bu proses getdikcə 12-13 yaşlarında davam edirlər. Amma burada gedən hər hansı bir ləngimələr bu proseslərin arasındakı mütənasibliyi pozur. Burada ən vacib göstəricilərdən biri və bunun əsas səbəblərindən biri hipotalamus, hipofizar cinsiyyət orqanları arasındakı münasibətin həm hormonal pozğunluğu, həm də cinsiyyət hüceyrələrinin bu hormonlara həssaslığının dəyişməsi, yəni azalması mühüm rol oynayır.